Əksər fərdi investorlar üçün belə aktivlərə yalnız portfelin kiçik bir hissə kimi yüksək risk, yüksək potensial gəlirlik bölməsində baxıla bilər. Əsas odur ki, başa düşəsiniz ki, cari nəticələrə deyil, 10-15 ildən sonra reallaşa biləcək bir ideyaya sərmayə qoyursunuz. Bütün risklərə baxmayaraq, kvant texnologiyaları gələcəyin ən perspektivli istiqamətlərindən biri olaraq qalır. Demək olar ki, bütün texnoloji nəhənglər Google, IBM, Microsoft, Intel, Amazon kvant tədqiqatına və inkişafına milyardlarla dollar sərmayə qoyurlar. Niyə? Çünki kvant hesablamaları internetin və ya smartfonun ixtirası ilə müqayisə oluna biləcək texnologiya təkamülünün yeni mərhələsi ola bilər. Əgər şirkətlər mövcud texniki maneələri aşa bilsələr, qubitlərin qeyri-sabitliyi, miqyaslandırma mürəkkəbliyi, soyutma xərcləri, o zaman kvant kompüterləri hesablama imkanları tamamilə yeni bir səviyyəyə aşacaq.